Allah qadınlara da, kişilərə də həmişə eyni. Bəli, bərabər hüquq verib. Yəni bərabər hüquq veribdir. Qadınları biraz seçirlər. Mənim bu səhifəmdə yəni hicabla bağlı bir short video var idi. Bir nəfər yazdı. Sonra mən cavab yazandan sonra düzdür cavab yazmadı mənə. Belə yazıbdı. Kim istəyər ki, onun həyat yoldaşı, bacısı, anası bacısına, anasına kənar şəxslər baxsın və o başını örtməlidir. Məyər insan saçını örtüb-örtməməklə kimsə ona baxır. Görürük də qadınlar ki, başlarını örtürlər, geyiminə baxırsan ki, istər-istəməz baxırsan. Mən də baxıram ki, başında örtüyü var, amma geyim o deyil də. Yəni əxlaq baxımından baxırsansa ki, saç örtünəndə bu sənin yanındakı qadına heç kim baxmayacaq. Yəni bu sənin özünün öz meyarındır, öz anlayış tərzində ki, sən düşünürsən ki, mənim həyat yoldaşımın başında hicab varsa heç kim ona baxmayacaq. Yəni bir meyar deyir ki, saçını örtəsən və heç kim sənə baxmayacaq. Yəni bunu insanlar özləri şuuraltı düşünüblər və bunu da dində Allahın sözü kimi qüvvətləndirirlər ki, yox, qadın başını örtsün ki, heç kim ona baxmasın.